Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSR-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz Azərbaycan Dövlət Universitetində qoyulub. Həmin dövrdə jurnalizm kafedrası tələbələrinin nəşr orqanı sayılan Student Jurnalist qəzetinə müsahibə vermiş kafedra müdiri Sredinski göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalizm tədrisatı 2 məktəbdə keçirilirdi. Moskva Jurnalist İnstitutu və Leningrad Mətbuat Texnikumunda. Müəyyən fasilədən sonra 1945-ci ildə Filologiya Fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunub. 1969-cu ildən isə Jurnalistika Fakültəsi müstəqil fəaliyyətə başlayıb. Hazırda fakültədə 4 kafedra mövcuddur. Fakültənin ilk kafedrası Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası 1945-ci ildə, Mətbuat Tarixi kafedrası 1971-ci ildə, Televiziya və Radio Jurnalistika kafedrası 1981-ci ildə, Beynəlxalq Jurnalistika kafedrası isə 2004-cü ildə yaradılıb. Multimedia və Elektron Kommunikasiya kafedrasının nəzdində Jurnalistika Elmi Tədqiqat Laboratoriyası fəaliyyət göstərir. Jurnalistika fakültəsinin yaranmasında və inkişafında bir çox görkəmli alimlərimizin Həsən Şahgəldiyev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Seyfulla Əliyev, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Yalçın Əlizadə və digərlərinin əvəzsiz xidmətləri olub. Fakültənin ilk dekanı professor Nurəddin Babayev olub. Sonrakı illərdə professor Şirməmməd Hüseynov, dosent Seyfulla Əliyev, professor Tofiq Rüstəmov, dosent Nəriman Zeynalov, professor Akif Rüstəmov, professor Yalçın Əlizadə, professor Şamil Vəliyev bu vəzifəni yerinə yetiriblər. 2017-ci ildən isə filologiya üzrə elmlər doktoru Vüqar Əliyev fakültənin dekanıdır. Bugün Jurnalistika fakültəsində tədrisin təşkili və idarə olunması dekanlıq, tutorluq və 4 kafedra tərəfindən həyata keçirilir. Hazırda fakültədə 700-dən çox tələbə, magistrant və doktorant təhsil alır. Tədris teleradio studiyası, Mətbuat Şurası otağı, ARB 24 News Lab otağı, Füyuzat Media Mərkəzi, Media Agentliyinin xüsusi auditoriyası, Xalq qəzeti debat otağı təhsil alanların ixtiyarına verilib. Fakültədə 47 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 30-u professor müəllim heyəti, 17 nəfər isə tədris köməkçi heyətdir. Professor müəllim heyətinə 7 professor, 13 dosent, 1 baş müəllim və 9 müəllim daxildir. Fakültədə tədris Azərbaycan, Rus və İngilis bölmələri üzrə aparılır. Hazırda bakalavriat və magistratura səviyyəsində aşağıdakı ixtisaslar mövcuddur. Bakalavriat səviyyəsi üzrə, magistratura səviyyəsi üzrə, fakültədə tədris və elmi fəaliyyət zamanın tələblərinə uyğun qurulub. Bu da daimə fakültənin inkişafını təmin edən əsas amillərdən birinə çevrilib. Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə əlaqələri Azərbaycan müstəqilliyi əldə etdikdən sonra daha intensiv olub. Bu əlaqələr fakültəmizə xeyli keyfiyyət və kəmiyyət dəyişikliyi gətirib. Bugün Jurnalistika fakültəsində fundamental təhsillə yanaşı, təhsil alanların praktik vərdişlərə yiyələnmələrinə də xüsusi önəm verilir. Elmi fəaliyyətin əsas göstəricilərindən sayılan respublika və beynəlxalq konfransların keçirilməsi, müasir və aktual problemlərə həsr olunmuş elmi seminarların təşkili, müəllimlərin respublika və beynəlxalq səviyyəli tədbirlərdə, müxtəlif yaradıcılıq müsabiqələrində iştirakı fakültənin prioritetləri sırasındadır. Fakültədə elmi tədqiqatların əsas istiqamətləri Azərbaycan jurnalistikası tarixinin aktual problemləri, informasiya əsrinin media konsepsiyası, yeni texnoloji şəraitdə televiziya və radionun yaradıcılıq problemləri və beynəlxalq jurnalistikanın aktual problemlərindən ibarətdir. Fakültə əməkdaşlarının müxtəlif illərdə beynəlxalq indeksli jurnallarda 12 elmi məqaləsi çap olunub. Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən Tədris teleradio studiyası 1983-cü ildə fəaliyyətə başlayıb. Studiyanın yaradılmasında əsas məqsəd tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərin işdə tətbiqinə yardımçı olmaq, yaradıcılıq və peşə vərdişlərinin formalaşmasına kömək göstərməkdir. 2000-ci ildə UNESCO-nun dəstəyi ilə Tədris teleradio studiyası yenilənib. 2016-cı ildə isə universitetin və Türkiyə Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən TİKA-nın maliyyə dəstəyi ilə Tədris teleradio studiyası yenidən təmir olunaraq müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilib. Hazırda studiyada Azərbaycan, Rus və İngilis dillərində xəbərlər bloku hazırlanır. Xəbərlərin hazırlanmasında aparıcı, müxbir, reportyor və operator kimi fakültə tələbələri aktiv iştirak edirlər. Televiziya və radio studiyasında müxtəlif səpkili verilişlər, qısa metrajlı sənədli filmlər, video dərslər, video çarxlar hazırlanır.
Vətən müharibəsi ilə bağlı Şuşa bizi gözləyir. Xarı bülbül, həsrətinə qovuşduq. Xudafərin adlı qum kompozisiyası ilə bağlı video çarxlar. BDO Vətən müharibəsi dövründə adlı sənədli film hazırlanıb. Bundan başqa, tələbələrin praktik vərdişlərinin artırılması məqsədi ilə studiyada videomontaj, operatorluq, aparıcılıq, rejissorluq və müxbirlik təlimləri keçirilir. Bugün Bakı Dövlət Universitetində fəaliyyət göstərən İdman Sağlamlıq Mərkəzi, Mədəniyyət Yaradıcılıq Mərkəzi, psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və mənəvi cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanıb. Jurnalistika fakültəsinin tələbələri universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitet daxili çempionatda çıxış edir. Fakültə tələbələri ölkə və universitet daxili könüllülük prosesində intellektual, esse və məzmun yarışlarında aktiv iştirak edirlər. Tələbələrin həmçinin müxtəlif media qurumlarına mediaturları da təşkil edilir. Uğurla davam etdirilən ARB 24 televiziyasının News Lab təlim proqramının nəticəsində tələbələr müvafiq qaydalarla işlə təmin olunur. Bütün bunların nəticəsi olaraq Jurnalistika fakültəsinin məzunları arasında işlə təmin olunma faizi ildən-ilə yüksələn xəttlə irəliləyir. Hazırda bu göstərici 70%-ə yaxındır. Jurnalistika fakültəsi beynəlxalq əlaqələr sahəsində tarixən öz ənənələrini formalaşdırıb. Əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə qoyulmuş bu əlaqələr ABŞ-nin Indiana və Kolorado universitetləri, Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə davam etdirilib. 2015-ci ildən Qazaxıstanın Qumilyov adına politologiya və jurnalistika kafedrası ilə sıx əməkdaşlıq edilir. Universitetin magistrantları hər ilin dekabr ayında fakültədə elmi tədqiqat təcrübəsi keçirirlər. Fakültə ilə TRT arasında əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması ilə bağlı razılaşmalar olub, görüşlər keçirilib. Türk Dünyası Qəzetçilər Federasionu ilə sıx əməkdaşlıq mövcuddur. Hazırda Türkiyənin Üsküdar Universiteti ilə ikili diplom danışıqları aparılır. Jurnalistika fakültəsi ilə ölkənin aparıcı media qurumları, müxtəlif nazirlik, idarə və təşkilatlar arasında sıx əməkdaşlıq mövcuddur. Audiovizual Şura mütəmadi olaraq fakültədə tələbələr üçün təlimlər təşkil edir. Medianın İnkişafı Agentliyinin elan etdiyi media könüllüləri layihəsində fakültə tələbələri fəal iştirak edirlər. Azərbaycan Mətbuat Şurasının xətti ilə fakültədə müxtəlif təlim, tədbir və görüşlər təşkil edilir. Fakültədə mövcud olan Mətbuat Şurası otağında mütəmadi olaraq şikayətlər və etika komissiyalarının iclasları keçirilir və tələbələrin də bu iclaslarda iştirakı təmin edilir. İlk buraxılışı 1950-ci ilə təsadüf edən Jurnalistika fakültəsi indiyədək təxminən 4000-ədək jurnalist məzun yetişdirib. Onların böyük əksəriyyəti ayrı-ayrı kütləvi informasiya vasitələrində, dövlət strukturlarında, nazirliklərin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində, müxtəlif təşkilatlarda, tədris müəssisələrində uğurla çalışıb və bu gün də fəaliyyətlərini davam etdirirlər. Azərbaycan jurnalistikasının və ictimai-siyasi fikrinin inkişafında bu şəxslərin danılmaz xidmətləri olmuşdur. Nəsir İmanquliyev, Xəlil Rıza Ulutürk, Şirməmməd Hüseynov, Rəşid Mahmudov, Famil Mehdi, İslam Səfərli, Nüsrət Kəsəmənli, Tofiq Rüstəmov, Osman Mirzəyev, Nəsir Əhmədli, Namiq Abbasov, Cahangir Məmmədli, Qulu Məhərrəmli, Aslan Aslanov və onlarla başqaları yüksək peşəkarlıq və sənətə ciddi baxışları ilə yanaşı, fakültədə həm də vətəndaşlıq məktəbi keçmiş və keçməkdədirlər. Hazırda ölkənin aparıcı media qurumlarının rəhbərlərinin əksəriyyəti Jurnalistika fakültəsinin məzunlarıdır. Mirşahin Ağayev, Rəşad Məcid, Rövşən Məmmədov, Radik İsmailov və başqalarını misal göstərmək olar. Fakültə məzunları istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində fəal iştirak etmişlər. Alı Mustafayev və Kazım Ağa Kərimov Azərbaycanın milli qəhrəmanlarıdırlar. Vətən müharibəsində isə fakültənin 16 məzunu və 2 tələbəsi fəal iştirak etmiş, müxtəlif medallarla təltif edilmişdir.